Salam dəyərli izləyicilərimiz, hər birinizi xoş gördük. Yenə mən Şirin xanım və yeni buraxılışımızın yeni bölümü ilə qarşınızdayıq. Bugünkü qonağım mərkəzimizin fizika müəllimi Gülnara müəllimədir. Necəsiz müəllimə? Çox sağ ol, yaxşıyam. Sən necəsən? Mən də yaxşıyam, yaxşı olasınız. Bildiyiniz kimi, əziz izləyicilərimiz və yaxud da bu video yeni qarşılarına çıxmış izləyicilərimizə bildirim ki, bu videolar blok imtahanına dəstək üçün çəkilir və mən blok imtahanına düşmə ehtimalı olan, abituriyentlərin çətinlik çəkəcəyi, fizika fənnindən çətinlik çəkəcəyi sualları topladım, hazırladım və Gülnara müəlliməyə bildirdim ki, ay müəllimə, belə bir neçə sual var, onları gəlib birlikdə həll edə bilərikmi? Gülnara müəllimə də sağ olsun, mən də qırmadı, dedi Şirin xanım, sevə-sevə kameranı da götür, gedək çəkək, əziz abituriyentlərimiz də faydalansın. Özü qəşəng suallar hazırlamısan. Elə birinci maqnitlə bağlıdır. Şagirdlərin qorxulu yerlərindən biridir. Demək olar ki, əksər şagirdlər var ki, bu sualı cavablamaq da istəmir. Ki, müəllimə, mən bu sualı yaza bilmirəm, çətindir. Amma əslində əl qaydasıdır və tamamilə sizdən asılı olan bir şeydir. Yəni əlini əgər düzgün formada idarə edə biləcəksənsə və əlində barmaqların hansı kəmiyyətləri bildirdiyini tam formada dərk edirsənsə, bu sual çox asan gəlir. Deməli, burada bizdən istəyir ki, amper qüvvəsi hansı istiqamətdə yönəlmişdir? Birinci növbədə amper qüvvəsi biz bilirik ki, sol əl qaydasında təyin olunur. Yəni sol əl ilə tuturuq ki, induksiya vektoru ovucumuza daxil olur. Uzadılmış 4 barmaq cəryan istiqamətini göstərir. Bu 90 dərəcəli açılmış baş barmaq isə amper qüvvəsinin istiqamətini göstərir. Yəni burada artıq siz mütləq şəkildə bilməlisiniz ki, baş barmaq amperdir, 4 barmaq cəryan və ovucumuzun içi induksiyadır. Və induksiyada məsələn ola bilər ki, nöqtə versinlər, x versinlər. Bunlar nədir? Nöqtə bizdən, şəkildən bizə doğrudur, x bizdən şəklə doğrudur. Amma burada artıq bu nöqtə ilə x-i həmişə induksiyanın yanında verməyəcəklər. Məsələn, bu sualdakı kimi nöqtəni artıq cəryanın yanında veriblər. Deməli, nöqtə gördüyüm anda əlimin üstünə baxacam deyə bir şey yoxdur. Nöqtə artıq cəryanın yanında verilibsə, deməli mən bu 4 barmağımla istifadə edəcəm. Deməli, nə oldu nöqtə? Şəkildən bizə doğru. Deməli, mən özümə tərəf tutacam. Yəni burada artıq mən özümə tərəf tuturam və induksiyaya gəlirik indi. Induksiya nədir? Əgər maqnit sahəsinin qüvvə xəttlərini düzgün formada öyrənmisinizsə, orada artıq deyilir ki, N-dən çıxıb S-ə daxil olur. Yəni şimaldan başlayır, cənuba doğru gedir. Deməli siz artıq burada induksiyanın N-dən S-ə doğru getdiyini bilməlisiniz. Deməli, induksiya N-dən S-ə doğru getdi, cəryan isə şəkildən məni göstərdi. Deməli, bu formada duraq. Bax, ovuz içimə daxil olsun mütləq şəkildə oxlar, daxil oldu. 4 barmaq özümə tərəf götürsün və artıq avtomatik gördünüz, əlinizi düzgün formada istifadə etməyə bacarırsınızsa, bu baş barmaq nə edir? Aşağı doğru istiqamətdə yönəlmiş olur. Vəssalam. Maraqlı sualdır. İmtahanda demək olar ki, dəfələrlə istifadə olunmuş sualdır. Əla. Ümid edirəm əziz abituriyentlərimiz sizə aydın oldu ki, mənə aydın oldu. Yəni bir fizika bilməsəm, əla, mükəmməl. Digər sualım müəllimə, deməli düşünürəm ki, bu kəmiyyətlərin düsturları və vahidə çevrilməsi hər il imtahana düşür ki, bizim vaxtımızdan təbarikdir. Bəli, ümumiyyətcə indi çox güman ki, hər biriniz deyirsiniz ki, mən vahid sualını cavablamayacağam, amma belə bir şey yoxdur. Yəni düşünün ki, vahid sualını əgər siz düzgün formada həll yolunu öyrənməmisinizsə, imtahana 29 sual cavablamaya gedirsiniz də belə deyək. Çünki hər il imtahana düşür və özəlliklə şagirdlərin qorxduğu yaralı yeri odur ki, ikinci hissə ilə bağlı düşür deyə vahidlər. İkinci hissədə vahid açılışları çox biraz qəlizdir və bir-birinə çox oxşuyur. Ona görə də şagirdlər düşünür ki, mən bu sualı yaza bilməyəcəm və mənim şagirdlərim arasında hələ də vahid suallarından qorxanlar var. Yəni onlar üçün ayrıca bir konspekt düzəldirəm ki, bunları yadınızda saxlayın. Asan sualdırmı? Yəni çox asan sualdır. Yəni bir dənə elə bilin ki, garanti sualınızdır da sizin. Həmişə şagirdlərimə deyirəm. Çünki belə deyək də, vahid sualı dedi ki, siz bunu BC-də əsas vahidlər kimi açmanıza ehtiyac yoxdur. Yəni düstur onsuz da ki öyrənir də bu şagirdlər. Düsturu bilməlisiniz, düstur sualına cavab verirsiniz və yaxud məsələn bir qrafik sualdır, məsələdir. Bunları onsuz da ki öyrənmək üçün düsturu bilməlisiniz. Eyni ilə vahiddə də. Məsələn mən bilirəm ki, amper cəryan şiddətinin vahidi. Bunu bütün şagirdlər bilir. Yəni ən belə deyək də, zəif şagird belə, yəni fizikanı sadəcə elə-belə oxuyan şagird belə bilir ki, artıq amper cəryan şiddətinin vahididir. Volt gərginliyin vahididir, saniyə hamı bilir zamanın vahididir. Kulon yük. Metrdə indi bu müxtəlif ola bilər. Məsələn, indi əgər siz cəryan şiddəti və s. görürsünüzsə, bir dənə burada D yazın, işiniz asanlaşsın. Artıq IUT gördüyüm anda burada şagirdlərin ən sadə üsul, belə deyək də, düsturlarından biridir ikinci hissədə. İşdir. QD-də olduğu kimi yadımda saxlayıram bu formada. Baxıram ki, işin QD ilə olan düsturu da var da, Q7, yəni asan formada.
Vəssalam. Bunlar ixtisar getdi, qaldı intensivlik. Yəni heç mən burada voltu açım, klonu açım, ixtisar aparım və s. Çox asan. Hə, yəni bunu həll etməyə ehtiyac yoxdur. Düsturu yazdığın anda artıq vahid sualına cavablamış olursan. Ki bizim vaxtımızda 4-5 il bundan əvvəl danışıram. Bu suallar yenə çətinlik yaradırdı. Şəxsən mənim özümə çətinlik yaradan suallardan biri idi. Lakin həqiqətən qısa yol, mükəmməl icra. Düsturla həll edin. Təşəkkürlər. Abituriyentlərin sizə təşəkkür etdiyini eşidirəm. Keçək 3-cü və mənə çətinlik yaradan, düşünürəm ki, abituriyentlərin də çətinlik çəkəcəyi bir sualdır. Onu nəzərən bu sualı hazırlamışam. Şəkil diqqətimi çəkdi. Burada mənfi, müsbət, nə bilim elektronlar, nə bilim burada var ki, bəli, sarğac var və s. sabit gərginlik var. Çox qarışıq sual gəldi mənə açığı. Maraqlı suallar seçmisən. Deməli, bu sualda da nədir? Həqiqətən şagirdlərin ən çox çətinlik çəkdiyi sual nümunələrindən biridir. Çünki burada məsələn maqnit selindən enerji soruşur, dəfələrlə imtahana düşübdür. Amma ola bilər ki, maqnit seli soruşmaz. Məsələn, müqavimətinlə bağlı cəryan şiddətinin necə dəyişdiyini, lampanın parlaqlığının nə dərəcədə olduğunu, yəni burada bir lampa verər, deyər parlaqlığı necə olacaq, artacaq, azalacaq. Deməli, nə edirik? Burada əsas məsələ birinci növbədə reostatın nə olduğunu bilməkdir. Biz artıq bilirik ki, reostat budur. Və reostatı hara doğru sürüşdürməyimizə diqqət edir. Məsələn, burada artıq reostatı sola doğru sürüşdürəcəm və mütləq şəkildə cəryanın müsbətdən mənfiyə doğru axmağını bilirsiniz. Çünki əsas məsələ reostatı bilməkdir. Onsuz da reostatı bilməsəz belə, yəni burada sürgüsü deyəndə və yaxud da oxu deyəndə tutmaq olur ki, budur. Əsas cəryanın istiqamətini bilmək lazımdır ki, cəryan müsbətdən mənfiyə doğru axır. Bu formada gəlir və artıq mənfiyə getməsi üçün bu qədər yol getmiş olur. Bu qədər yol gedir və düşür, gəlir mənfidə tamamlanır, dövrə bağlanır. Deməli, burada baxıram ki, artıq bu qədər yol getmiş oldum mən. Sonra mənə deyir ki, sola sürüşdürdüm. Sola sürüşdürmə, yəni bir balaca çəkirəm bu tərəfə. Biraz çəkəndə bu tərəfə artıq görürəm ki, yolun qısalır. Yəni sən müsbətdən yenə mənfiyə doğru gedəndə yolun qısalmış olur. Yolun qısalanda bizim müqavimətin düsturu Royal bölünsün istəxir. Yəni bildiyin uzunluq qısalırsa müqavimət də azalacaq. Müqavimət azalırsa 10 qanuna görə I bərabər U bölünsün R. Yəni burada avtomatik müqavimət azaldığı anda cəryan şiddəti artacaq və artıq bununla bağlı mən bütün suallara cavab verə bilirəm. Çünki cəryan şiddəti artır, yəni bunu soruşa bilərlər. Parlaqlıq məsələn artıq cəryan şiddəti artdığı anda parlaqlıq artacaq. Maqnit selinin düsturu F bərabər L-dir. Enerjinin düsturu W bərabər L kvadrat bölünsün 2-dir. Avtomatik ikisi də görsə cəryan şiddətindən asılıdır. Yəni artıq cəryan şiddəti artdısa, bunlar da artmış olacaq. Əla, mükəmməl. Demək olar ki, heç bir dəqiqə çəkmədinizsə, amma həqiqətən də bu sual düşünürəm ki, hər il imtahana düşən suallardan biridir. Suallarda da bu il var. Yəni belə tipdə suallar düşəcək. Mən sizə çox böyük dərin təşəkkürlərimi bildirirəm. Çox sağ olun, gəldiniz, sualları cavabladınız. Düşünürəm ki, abituriyentlər biraz buraxılış imtahanından sonra sarsıldılar və blok imtahanı onlar üçün biraz çətin gələ bilər. Bu yol onlar üçün çətin ola bilər, amma dəyərli müəllimimizlə birlikdə sizin üçün ən azından 3 sual, qəbula düşə biləcək 3 sualı həll etdik. Nağdı artıq cibinizə qoyun, gedin həll edin. Mən təşəkkür edirəm ki, yəni belə bir video izahlar çəkirsiniz. Düşündüyüm qədər şagirdlərə çox faydalı olacaq. İndi 3 sual kimi düşünməyin. Sən belə suallar daha çox tap, biz gəlib çəkəcəyik. Yəni bundan sonra artıq buraxılış imtahanı bitibdir və siz buraxılış imtahanı nə qədər çətin olsa belə artıq o balı toplamısınız. Yəni bu artıq keçibdir. Bir təlafisi yoxdur da türklər demişlər. Ona görə də siz artıq blok 2 cəhd imtahanınız var. Yəni blokda çox yüksək bal toplama şansınız var və istədiyiniz ixtisasa mən düşünürəm ki, hələ də o balı toplayıb qəbul ola bilərsiniz. Ona görə də motivasiyadan düşməyin, çox belə deyək, sistemli şəkildə, artıq məsuliyyətli şəkildə imtahana hazırlaşın. Mükəmməl. Çox sağ olun müəllimə. Bir daha təşəkkürlərimi bildirirəm. Dəyərli izləyicilərimiz, bu kimi videoları izləmək, faydalanmaq istəyirsinizsə YouTube kanalımıza abunə olmağı unutmayın.